Reper Dado Əliyev keçmiş həyat yoldaşı müğənni Natəvan Həbibidən danışıb. Milli Az xəbər verir ki, Astar YouTube layihəsində qonaq olan ifaçı sevgilərindən, ayrılıqdan, övladından bəhs edib. Heç vaxt ikinci övlad haqqında düşünməyəcəyəm. Bütün sevgimi oğluma verirəm. Biz boşansaq da Natəvan sağ olsun. O hər cür şərait qurur ki, uşaq bizim ayrılığımızı hiss etməsin. Bizimki sivil ayrılıqdır. Çox ədalətli xanımdır. Gələcəyi görəndir. Ona mason deyirəm. Gülür. Gedirəm hər həftə. 10 gün qalıram onlarla. Gəlirəm. Uşaq zəng vurur ki, ata gəl. Son bir neçə gündür gedə bilmirəm. Məni it dişləyib. Quduzluq iynəsi vurdururam. 9 gün vurulmalıdır. Natəvan atasız böyüyüb. Hiss olunur ki, istəmir övladı onun çəkdiyini çəksin. Natəvan anası, bacısı qızı ilə qalır. Mənim evimdə kimsə 2 gün artıq qalırsa qovuram. Amma orada hamı mənə dözür. Bir yerdə yatırıq, dururuq, yeyirik, gəzirik. Natəvanla sevgi münasibətimiz yoxdur. Biz bir-birimizə ailə kimi baxırıq. Biz dost olmuşuq. Ayrılandan sonra böyük mübahisələr oldu. Bizim güclü sevgimiz olub. Mən onu, o məni. Heç kimi sevmədiyi kimi sevib. Natəvandan sonra həyatıma bir qız girdi. Uzun müddətli oldu, amma nəsə alınmadı. Bundan sonra istəmirəm kimləsə nəsə alınsın.